Yeni ilin sonuncu videosunu belə bir maraqlı bir video ilə bitirək. Deməli, bizə verib ki, O nöqtəsinin koordinatları 0-ın 0-adır. Sonra orada bizə verir ki, B-imiz -6-nın 0-adır. A-mız isə deməli 0-ın 6-yadır. Bizə deyir ki, nöqtələrində kəsən çevrənin tənliyi yazın. Çevrənin tənliyini necə yazırdıq? X çıxılsın A-nın kvadratı, üstə gəlinsin Y çıxılsın B-nin kvadratı bərabərdir L kvadratı. Demək, bizdə burada radius lazımdır. Bir də A-nın B nə idi? Çevrənin mərkəzi nöqtələri idi. İndi burada fikir verirsəz, bu necə üçbucaqdır? Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda hipotenuz bilirsiniz ki, elə diametrin özüdür. İndi burada çevrənin mərkəzi nöqtələrini tapmaq istəsəz, burada fikir verin. Bura məsafəm 6-dır. Burada mərkəzi nöqtə bu -6-nın tən ortası, yəni -3 olur. Burada isə buradan bura 6 verib. Burada yenə mərkəzi nöqtə tən orta, yəni 3 olacaq. 6-nın yarısı neçə edir? 3 edir. Deməli, mərkəzi koordinatlar nə oldu? -3-dən 3. Onda biz yazırıq x çıxılsın -3-ün kvadratı, üstə gəlinsin y çıxılsın 3-ün kvadratı. Elə bil ki, -3 x-in yanında yazdıq, y isə 3 idi, ona görə belə yazdım. Bu bərabər olmalıdır bizdə r-in kvadratına. İndi r-i tapmağa gəlsəz əgər, burada fikir verin. Buradan bura məsafəm neçədir? 6. Buradan bura məsafəm neçədir? 6. Bu düzbucaqlı üçbucaqsa 6 6-dırsa, Pifaqorla təyin edirəm ki, burada neçə olur? 6 kök 2. Diametrim 6 kök 2-dirsə, radiusum neçə olar? Onun yarısı, yəni 3 kök 2. Onda alıram ki, x çıx olanda üstə gəlinsin 3-ün kvadratı, üstə gəlinsin y çıxılsın 3-ün kvadratı bərabərdir. Radius 3 kök 2 tapmışıqsa, kvadratı yüksəltsək, 3 kök 2-nin kvadratı bizə verir 3-ün kvadratı 9, kök 2-nin kvadratı 2. 9 vur 2 edir 18. Və salam, bu olur bizim çevrənin tənliyi.